Salam dəyərli izləyicilərimiz, sizlərlə mənəm Rövşən Məcizadə və bugün sizə Mərdəkanda 9 sot torpaq sahəsinin üzərində inşa edilmiş 5 otaqlı, tam əşyalı, modern bir bağ evini təqdim edirəm. Gördüyünüz bağ evinin yerləşmə yeri olduqca çox gözəl bir yerdədir. Mərdəkanda Bravo Marketin arxasında 181 saylı orta məktəbə çox yaxın məsafədədir. Daimi yaşayış üçün, eləcə də bağ evi üçün çox əla bir təklifdir və bu bağ evində mənim nə xoşuma gəldi ki, burada yaşıllığa daha çox üstünlük veriblər. Bir neçə yerdə relaks güşəsi var, hətta evin arxasında da ağaclar əkilib. Sizlərlə birlikdə bir tur edəcəm, ətraflı bütün bucaqlardan sizə bu bağ evini göstərəcəm və ilk öncə qiymət haqqında da sizə məlumat vermək istəyirəm ki, 720 min manat start qiymətidir, lakin bizim müştərilərimizə də xüsusi bir endirim mövcuddur. İlk öncə sizə küçəsini göstərdim. Küçəsi asfalt örtüklüdür. Bir neçə avtomobilinizi rahat şəkildə saxlaya bilərsiniz. Lakin burada sahibkar belə bir gözəl parking zonada edib, rahatçılığın avtomobillərinizi saxlamaq üçün. Mənim bu bağda ən çox xoşuma gələn o köhnə Bakı bağlarında olan belə bir külafı rəngidir. Bunu da çox gözəl ediblər. Deməli, yay və qış mətbəxinin üstündə səmərəli o yerdən istifadə ediblər. Baxın, görün necə gözəl bir görüntüsü var. İsti havalarda da orada oturub gününüzü keçirdə bilərsiniz. Elə başlamışkən istərdim ki, ilk öncə elə yay və qış mətbəxinə daxil olum. Yay və qış mətbəxinin daxilində sahibkar belə bir manqal da inşa edib. İsti döşəmədən ibarətdir və özünə məxsus olan kombi otağı var. Və daxilində əlbəttə ki, belə bir hamam otağıdır, sanitar qovşağı. Hovuzdan çıxarkən duş qəbul etmək üçün. Hovuzumuz da çox gözəldir, filtrli hovuzdur. Qarşısında isə belə bir şəlaləmiz var. Burada artıq mebel quraşdırılıb. Sizə bütün bucaqlardan göstərəcəm. Külafı rənginin üstünü də sizə göstərirəm. Çox maraqlı ediblər. Evimizin fasadında keramogranitdən və dekorativ suvaqdan istifadə olunub. Mən keçirəm yaşıl zonalarımıza. Yaşıl zonalar olduqca çox maraqlıdır. Mən keçirəm yaşıl zonamıza. Belə bir işıqlandırma sistemlərimiz də var burada. Artıq dekorativ ağaclar əkilib. Belə bir gözəl bir palmamız da var. Hava bugün çox gözəldir. Mən adətən çəkilişlərimi saxlayıram ki, gözəl bir havada edim. Baxın, görün, burada necə geniş bir yaşıl zonamız var və divarın kənarlarında isə belə bir gözəl şam ağacları əkilib. İllər keçdikdən sonra bu şam ağacları divarı belə bir yaşıl çəpərə çevirəcək. 9 sot torpaq sahəsi üçün çox geniş bir proyekt. Evimiz 250 kvadratdan ibarətdir və səmərəli istifadə edə bilərsiniz. Baxın, görün nə qədər burada yaşıl zona var. Və bir məqamı da vurğulamaq istəyirəm ki, əgər siz də öz bağ evlərinizi satmaq istəyirsinizsə, bizə müraciət edən ekskluziv bağ evləriniz varsa, biz çəkilişləri etmədən müştərilər götürürük. Bəzən olur, sahibkarlar istəmir, onların bağ evləri çəkilişi olsun, müraciət edə bilərsiniz. Baxın, burada bax belə bir relaks bir güşə var. Evin arxasında da belə bir skamyalardan ediblər. Çox maraqlıdır. Mən deyərdim ki, bu evdə bir neçə belə bir istirahət zonası var. Baxın, görün, yay mətbəximizin üstündəki külafı rəngi. Hava küləklidir. Üzürlü hesab edin, ola bilər. Səsdə problem yaransın. Yaşıl zonamız bitmir. İstəyirəm tam göstərim. Sizinlə birlikdə bir tur edirik. Gəlib canlı baxmağınız tövsiyə olunur. Baxın, indi mən keçirəm evin arxasına. Evin arxasında da belə bir yaşıl zonamız var və burada da belə bir relaks bir güşəmiz var. Və nəyə yaxşıdır ki, 2 yataq otağımızın arxasından birbaşa olaraq bu yaşıl zonaya keçmək olur. Sahibkar əlavə olaraq evin istilik təchizatı üçün əlavə bir otaq, istixana inşa edib, kombilər orada yerləşir. İndi vaxtınızı almadan daxil olacağım evə. Baxın, görün necə gözəl bir terasımız var. Bu terasda da relaks bir zona gedir. Bayaq vurguladığım kimi bu evdə bir neçə yerdə relaks bir zona var. Və siz qonaqlarınızla çox gözəl günlər keçirdə bilərsiniz ailənizlə. Gecə görüntüsü də tam fərqlidir. Bu fasadda işıqlardır. Bağım.az web saytına daxil olmaqla evin ətraflı şəkillərinə baxa bilərsiniz. Bütün sosial şəbəkələrdə Bağım.az yazaraq bizi tapa bilərsiniz. Mən indi isə keçirəm evin terasına. Çox belə bir geniş terasımız var. Baxın,
Və bu terasda nə yaxşıdır ki, birbaşa olaraq terasdan mətbəxə və bir yataq otağına da keçid var. Evin daxilindən çəkiliş edəndə də onları sizə göstərəcəm. Baxın, artıq sahibkar burada belə bir ratandan gözəl bir bağ mebeli də qoyub. Bir daha ətraflı sizə göstərirəm hovuzumuzu. Hovuzumuzun kənarında belə bir 10 tona yaxın su rezervarı var. Dövlət suyu var burada. Hər hansısa bir hal baş verdikdə rahatçılıqla depovuzdan da suyunuzu istifadə edə bilərsiniz. Hava çox gözəl olduğundan yaşıllıq çox gözəl görsənir və vaxtınızı almadan daxil oluram evin daxilinə. Deməli, evə daxil olan kimi bizi belə bir gözəl dəhliz qarşılayır və burada daxil olan kimi sağ istiqamətimizdə belə bir üst geyimləri üçün dolabdır, səliqəli işlər görüblər, hətta plintusları da işıqlı ediblər və sol istiqamətimizdə isə belə bir konsolim var. Bir də hamınıza salam və layihə ilə sizi tanış etmək istəyirəm. Birlikdə bir tur edirik. Deməli, daxil olan kimi bizim bu dəhlizimizdə sağ istiqamətimizdə mətbəxdir və mətbəxə mən daxil oluram. Mətbəximiz tam olaraq avadanlıqda sizə təklif olunur. Burada artıq soyuducudur, çivi və bütün mətbəx avadanlıqları quraşdırılıb. Ev tam olaraq əşyalı sizə təklif olunur. Baxın, bayaqki vurğuladığım terasa çıxış, mətbəxdə artıq belə bir geniş bir peç də quraşdırıblar. Buradan da belə bir sürgülü sistemlə siz çıxırsınız terasa və terasda nəyə yaxşıdır ki, mətbəxdən çıxırsınız və burada bir qəhvə altı edirsiniz. İnşallah bu evi alan yoldaşlar xoş günlər keçirsinlər. Mülk gözəl bir şeydir və il-ildən buradakı qiymətlər Mərdəkanda artır. Bəzən mənə müraciət edənlərdir, niyə belə bir qiymətlər artır? Çünki əziz izləyicilər, lokasiya dolur və Mərdəkan əvvəldən belə bir kurort bir yeridir. Son illər isə daimi yaşayış üçün demək olar ki, şəhər insanları buranı seçir. Və dəhlizimizin sol istiqamətində isə qonaq otağımızda çox geniş bir qonaq otağımız var. Belə bir təmirimizə uyğun olaraq yumşaq mebellər də seçilib. Baxın, və burada nə yaxşıdır ki, belə bir gözəl bir TV stendimiz var. Artıq kameralar, evin kameraları da qoşulub. Görürsünüz ki, kimsə gəlsə buradan rahatçılıqla baxa bilərsiniz. TV stend çox gözəldir. Belə bir stolumuz da var, 8 nəfərlik. Buradan da birbaşa olaraq qapıdan qonaq otağından da terasa çıxmaq olur. Çox maraqlı bir layihədir, funksional 4 yataq otağı var və vaxtınızı almadan keçirəm digər otaqlarımıza. Evin daxilində 3 hamam otağı var və belə bir, burada da belə bir gözəl bir güzgümüz var və keçirəm birinci yataq otağımıza. Belə bir geniş bir yataq otağıdır və ən əsaslı işıqlıdır. Mən işıqlı yataq otaqlarını çox sevirəm. Belə bir gözəl yataq otağımız var və bu yataq otağını mən deyərdim ki, onun qardirobu gözəlləşdirir. Sahibkara çox alqış düşür ki, belə bir otağın içində funksional bir qardirob edib və mebelin içində baxın, görün necə gözəl bir artıq dolablardır, hətta saatlar içində ediblər. Baxın, görün, bizim yataq mebelimizdir və bayaq ki, sizə bəhs etdiyim evin arxasındakı relaks zonaya çıxış. Baxın, görün, necə rahat çıxırsınız, evin arxasında da gəzə bilərsiniz. Çox gözəl ediblər və bu yataq otağının daxilindəki hamam otağını da sizə göstərmək istəyirəm. Belə bir hamam otağımız var və vaxtınızı almadan keçirəm digər otaqlara. Bilirəm, videomun dəqiqələri uzanır, lakin dəyərli izləyicilər, istəyirəm sizə tam dolğun bir məlumat verim. Ümumiyyətlə, mənim ofisimə də gələn yoldaşlar, adətən biz diskussiya edirik, söhbət edirik, məsləhət edirəm. Mən əslində təkcə realtor deyirəm, əmlak üzrə bir məsləhətçiyəm. Ona görə əmlak seçərkən məsləhət almaq çox gözəldir. Bu bizim dəhlizimizdir. Baxın, dəhlizimiz deməli belə bir istiqamətdən sağ istiqamətə dönür və burada ikinci yataq otağımız mebelsiz təklif olunur. Çünki bəzən olur, uşaqlara görə mebelin rənglərinin seçmək olur. Onu da sifariş verə bilərsiniz, sahibkar onu da sizin üçün yerləşdirə bilər. Və keçirəm üçüncü yataq otağına. Üçüncü yataq otağı da özünə məxsus olan hamam otağı var. Artıq TV də quraşdırılıb.
Və bu yataq otağında da bayaq vurğuladığım kimi evin arxasına çıxışdır. Bu çox gözəldir. İndi onu da sizə yenə də göstərəcəm. Baxın, artıq dolablardır. Belə bir yataq meblimizdir. Çox gözəllik verir. Və buradan da həmçinin evin arxasına çıxışdır. Və yataq otağına aid olan sizə hamam otağını da göstərmək istəyirəm. Belə bir səliqəli hamam otağımızdır. Və keçirəm növbəti evin ümumi hamam otağına. Evin ümumi hamam otağı da belə bir hamam otağımız var. Və sonda mən deyərdim ki, baxmayaraq bu master bedroom deyil, amma mənim ən çox sevdiyim yataq otağıdır. Baxın, görün, buradan da birbaşa olaraq terasa çıxışdır. Çox gözəldir. Və burada da belə bir fərqli rənglərdən istifadə ediblər. Rənglər çox fərqlidir. Dolab, yataq mebeli. Və buradan nə yaxşıdır ki, birbaşa olaraq teras, bağçanı görürsünüz və qapısından birbaşa terasa çıxışdır. Belə. Bir daha sizə göstərirəm otağı. Beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Sizlərə mən idim Rövşən Məcidzadə və Bağım Əmlak Agentliyinin sizə təklif etdiyi bağ evlərinə bağım.az veb saytına, eləcə də bütün sosial şəbəkələrdə bağım.az yazaraq tapa bilərsiniz. Bizim əsas məqsədimiz müştəri məmnuniyyətidir, işimizdə olan dürüstlükdür. İlk öncə Allah xeyir nədirsə, onu sizə nəsib etsin. Biz də əlimizdən gələn köməklik edək. Görüşmək ümidi ilə sağ olun.